Müasir mühəndislik çağırışları, dayanıqlı tikinti texnologiyaları, ağıllı şəhərsalma həlləri, enerji səmərəliliyi və yeni infrastruktur modelləri kimi aktual mövzular Memarlıq və İnşaat Universitetinin 50 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfransda müzakirə olunub. İnşaatın müasir problemləri 2025 konfransı çərçivəsində universitetin müxtəlif auditoriyalarında paralel bölmə iclasları keçirilib. 2 gün ərzində keçiriləcək iclaslarda ümumilikdə 13 ölkədən 194 elmi məruzə dinlənilib. Bunların 159-u Azərbaycan alimlərinə, 35-i isə xarici tədqiqatçılara məxsus olub. Konfransda Türkiyə, Almaniya, Çin, Xorvatiya, Slovakiya, İran, Cənubi Koreya, İtaliya, Portuqaliya, Ukrayna, Qazaxıstan, Özbəkistan və Yunanistan kimi ölkələr təmsil olunub. Bugünkü potensialın inkişafından, elmimizin beynəlmiləşməsindən, elmi tədqiqat sahəsində əlaqələrimizin genişlənməsindən, güclənməsindən danışırıq. Konfransımız inşaatın müasir problemlərinə həsr olunub və burada biz həm memarlıqdan danışacağıq, şəhərsalmadan danışacağıq, müasir inşaat materiallarının problemlərindən danışacağıq. Bizim zaten İstanbul Teknik Üniversitesi olarak Azerbaycan Mimarlık İnşaat Üniversitesi ile kadim bir ilişkimiz var. Bu ilişkilerimiz gelişerek devam etmekte ve devam edecek. Tabii bu konferansta bizim İstanbul Teknik Üniversitesi olarak destek veriyoruz ama başka üniversiteler de var destek veren. Azerbaycan Mimarlık İnşaat Üniversitesi artık beynelmilel bir üniversite olmuştur. Dünyadaki muhtelif üniversitelerle alakadar olmaktadır. Bu da güzel bir şeydir.